Afət Gürcüstanlıya ərə gedib. Vallah billah. Gədə də evlidir, 2 uşağı var. Birindən ayırdıq, o birisinin evinə döndərdik, indi bu birisindən uğraşmalıyıq. Yaxında partlayış xəbərlər gəlir, hər yerdə mənə deyəcəklər. Gədə ilə vuruşmağa başlamışıq. Gədə də 80 kvadrat evdə qalır, elə imkanı zad yoxdur bir çətən külfətlə. İndi hələ cicim aylardır, hələ can deyib can işdən vaxtlardır. Gədə də çox müğənnilərə şeylər deyib, komplimentlər, səni sevirəm. Hətta elə müğənni olub, gedib restoran behini verib. Xanım hamısı onların yaxında mənim verilişimdə danışacaqlar bu barədə. Amma ya da aidiyyatı yerlərdə də, yəni hamısı hazırdır, danışacaqlar. Amma mənim sözüm buradan bu vicdanadır ki, sənin başına subay oğlan mı qəhətdir, bəs deyilmi? Onun evini yıxmaq istədim, bunu az bəsdir də. Bu da mahnıdır mı? 10 bun mahnısını uğrayasın. Yenə mahnıya cəhənnəm, gözümüzü yumuruq da. Az bəsdir də. O qanıb qandırmır, sən qan də. Qabların, süfrələrin satışı çox sağ olun. Dırnaqlarını da düzəldim. Dırnağım düzəlib. 2-3 gündən sonra yenidən düzəltdirəcəm. Çünki hələlik sizin müğənniniz yenə ev remont eləyir. Sabah evdən canlı açaram, baxarsınız. Sövqümü görərsiniz. Hər yer ağappaq. Aboy işi ilə məşğuluq. Yəni həm təsərrüfat işidir, həm remont işi, həm mahnı, həm klip, həm ər qulluğu, həm evimin xanımı, həm şou xəbərlər, isti-isti. Bir yazıb o sənin heç vecinə də almır. Ala da bilməz zaten. Çünki mən olan yer zirvədir, diva demiş. Tak что Orduqat hayvanında axır oxurudum, onu da yeyim. Bu hayvada nə var idisə açdım sandığı, tökdüm pambığı. Yaxında partlayış xəbərlər gəlir, səhifəmə abunə olun. Böyük bir vuruşmanın başlanğıcındayıq. Yəni şey mənasında, belə əlbəyaxa vuruşma deyil. Hüquqi müstəvidə işlər başlayır, nə başlayır. Səhifələrdə təzə yeznənizlə mənim şəkillərimi görsəz çaşmayın. Vuruşmamız başlayır, az qalıb. Və buradan o təzə yeznəmiz olmaq istəyən adamın da arvadına deyirəm ki, el qızı, heç ürəyini də sıxma. Hamımız sənin arxandayıq. O pingvin evinə döndərdiyimiz kimi bu gədən də evinə döndərəcəyik. Narahat olmayın. Hə dostlar, bizim işimiz budur. Yəni el qınağı deyilən bir şey var. Evli kişi ilə gələn gəzən pozğunları, yəni o pozğunlara imkan vermərik ki, xalqın ailəsini dağıtsın. Kişi də 50 qram içir, piyan olur, baş dumanlanır, fırlanır. Gəlir oradan efirə də belə baxanda görür ki, daha demir ki, filtrlə belə. Hə, bu qədir gecəsində deyirəm ki, Allah evli kişilərin evini dağıdan, bir doğanların ittifaqını dağıtsın, başına adam qəhətdirmi, yet rahat bir adam tap, subay oğlan tap, ailə qur, boşanmış o qədər var, arvad ölən o qədər var. Bizim sənətin adını bax, belə əxlaqsızlar məhv elədi. Mən bu gün utanıram müğənniyəm deməyə, amma mən sizə söz verirəm ki, mən sizinlə bir yerdə bir ilə, yarım ilə bilmirəm, nə qədər gedər, vuruşacaq hüquqi müstəvidə. Axır ki, o pingvini evinə döndərdiyimiz kimi bu təzə yeznəmiz olmaq istəyən, şou biznesə girmək istəyən bu vicdanın əli ilə onu da evinə döndərəcək. Onun da həyat yoldaşına buradan deyirəm ki, el qızı, heç ürəyini də sıxma, sən möhkəm ol. Lap istəyirsənsə mənim direktimə də yaz, mən sənə köməyəm. Həm mənəvi cəhətdən, həm hüquqi baxımdan. Bu qədər. Yəni, hüququnuzu xanımlar, qorxunuzdan sakit evdə oturmayın. Ay mənim el qızım, hətta mən sənə məsləhət edirəm ki, sosial verilişlərin birinə çıx, Xoşqədəm xanıma, Zahir bəyə müraciət elə. İctimailəşdir. Evdə oturub niyə ağlayırsan? Niyə? Fikirdən, əsəbdən dəli olacaqsan. Bu xərçəng xəstəliyi fikirdən, əsəbdən yaranır, biləsiniz. İmmunitet aşağı düşür əsəbdən. Bir yerdən vurur, çıxır da xəstəlik. Mən biraz qısa danışdım o barədə, onsuz da uzun danışsam çox adamın beyninə girməyəcək. İçinizə salmayın, ay xanımlar. Nə oldu? Çıxın sosial verilişlərdə rüsva eləyin o cür əxlaqsızları.
Və yaxında dediyimin də sübutlarını sizə göstərəcəm. Sübutların. Zaten Pinqvin bilirdi. Pinqvinə başa salmışdıq. Pinqvin başa düşdü. Getdi oturdu evində. Öz ailəsinə qovuşdu. Hisdir, başa düşürəm. Hisdir, həyəcandır. İndi təzə sətirdən, abzasdan başa düşürük. Amma olmaz da, ailə müqəddəsdir. Kişi nə eləyirsə eləsin, evdə uşaqların anasını heç vaxtı sındırmamalıdır. Onda deyərəm ki, əhsən. Çox sağ olun.